Vahabilərdən növbəti sualımızı soruşuruq. O da bundan ibarətdir ki, nəyə görə Ömər Muhammed adın İslam ümmətinin içərisində qadağan edirdi? İmam Eyni özünün Umdətül Qari kitabında 15-ci cilddə 39-cu səhifədə yazır. Deyir ki, Ömər Kufiyə məktub yazdı ki, heç kəs uşağına Muhammed adını qoymasın. Və həmçinin Mədiniyə də əmr elədi ki, hər kəs övladına Muhammed adını qoyubsa, onu dəyişdirsin. Bir dəstə səhabələr gəldi Ömərə etiraz elədilər ki, biz Peyğəmbərin həyatı vaxtı bu şeyi ondan icazə almışıq. Ömər yenə də heç bir dəlil təqdim eləmədən bu işi qadağan elədi. Nəyə görə Ömər səhabəsi olduğu Peyğəmbərin adını İslam cəmiyyətində qadağan? Allah elə təqdim eləmək istəyirlər. Ömər sahabələr elə təqdim eləmək istəyirlər ki, sahabələr düşmən idilər. Sadəcə tam deyə bilmirdilər, belə yavaş-yavaş İslamı göy ki məhv edirdilər. Ümumiyyətlə Ömər ibn Xattab olub belə. Bəzi rivayətlərdə gəlib ki, Ömər radiyallahu anhu Əli ibn Əbi Talibin kürəkəni deməli Muhammed adını bir müddət dedi ki, qoymuyor, dəyişin. Sonra sahabelərdən kimlər ki qoymuşdular Mədinədə, dedilər ki, biz onları Peyğəmbər sallallahu vaxtında bu uşaqların adı qoymuşduq. Tərk eləyir, eləmir heç nə. Sadəcə o nə baxımdan ki, birdən Muhammed adı qoyar, gedər avar olar, fasiq olar. Bu adı təmiz saxlamaq üçün o mənada. Yoxsa düşmən deyildi ki. Bu bir. İkinci, bu sözü Ömər ibn Xattab deyəndə Əli harda idi radiyallahu anh? Qaynatası da yanındalar. Əli harda idi? Əli susdu, necə batıl susmaq olar? Yəni onlar belə deməklə Əlini fikirləşmirlər radiyallahu anh. Əgər bu düşmən idisə Əli necə olar? Onlar sadəcə elə təqdim edirlər Ömər ibn Xattabı. Bu iki. Üçüncü də fikir versən, deyir Vahabilərə. Bu Vahabilərə aid deyil ki. Bu ümumən sünnilərə aiddir. Ömər məyər Vahabilərdir? Sünnilərdir. Sadəcə onlar sünniləri vurmaq üçün Vahabiliyi bəhanə götürüblər. Məsələn, çıxışlarına da baxsan, məsələn, 40 dağı danışır. Birinci başlayır, Vahabiləri indi biz şərh eləyəcəyik. Və başlayırlar sünnilərdən ümumən. 40 dəqiqənin 1 dəqiqəsi, yarım dəqiqəsi Vahabi sözü işlədir və qalanı isə bütün sünniləri vurur. Vəhabi bəhanədir. Aydın qardaşlar. Hədəf sünnilərdir, Əhlüsünnə vəl Cemaət.